Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi davam edir. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə növbəti baxış iclası keçirilir. Hazırki mərhələdə iş üzrə keçən çoxsaylı subutlar, faktlar araşdırılır. Məhkəmə prosesində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verirlər. Qeyd edək ki, əsasən 2022-2023-cü ildə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət əməlləri araşdırılır, tədqiq olunur. Zərərçəkənlər ifadə verirlər. İfadələrdə qeyd olunur ki, həmin illərdə Ermənistan silahlı qüvvələri, Ermənistan ordusunun qalıqları, qanunsuz erməni silahlı birləşmələri Azərbaycana qarşı çoxsaylı təxribatlar törədirdilər. Həmin təxribatlar zamanı təkcə hərbi qulluqçularımız deyil, eyni zamanda mülki vətəndaşlarımız da çoxsaylı zərər çəkiblər. Məhkəmə prosesində həmçinin Ermənistan Azərbaycana qarşı apardığı mina terroru nəticəsində zərər çəkənlər ifadə verirlər. İfadələrdə bir daha qeyd olunur ki, Azərbaycan əraziləri əsasən 2020-ci ildən sonra 44 günlük müharibədən sonra kütləvi şəkildə mina ilə təhlükəli vəziyyətə gətirilib və bunun üçün də həmin vaxtda Ermənistan ərazisindən o zamanlar hələ ki Laçın dəhlizi Ermənistan işğalı altında idi. Həmin yol vasitəsilə Azərbaycan ərazilərinə çoxsaylı minalar gətirərək Azərbaycan torpaqlarında bastırılıb. Məhkəmə prosesində bu cür faktlar həm də sənədlərlə, subutlarla araşdırılır və tədqiq olunur. Açıq keçən məhkəmə prosesində Ruben Vardanyan hələ ki susur, ifadə verməkdən imtina edir. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, muzluluq, terrorçuluğun maliyyələşdirilməsi və digər maddələri ilə təqsirli bilinir. Onun hüquqlarını məhkəmə prosesində özünün seçdiyi vəkili eyni zamanda özünün istəyi ilə rus dilində ayrılmış tərcüməçilər fikirlərini və sadətlərini təqdim etməkdə yardımcı dəstək olurlar. Məhkəmə prosesində çoxsaylı zərərçəkənlər də iştirak edir. Bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında geniş reportajımız olacaq ki, onu da tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.